Onlar heç başa düşməyəcəklər ya da başa düşməməyə özlərini, yəni elə aparırlar ki, başa düşmürlər. Yəni bax gör xoşuma gəlsə, iğdədən qramdan alarsa. Karina! İtaliyanın ürəyində yerləşən Florensiya Renesansın beşiği hesab olunur və əsrlərdir milyonlarla insanı özünə cəlb edir. Florensiya çatdıq. Bagajlarımızı apardıq, otelə qoyduq, getdik yeməyə. Yol üstündə fonda gördüyünüz heykəlləri gördük, amma biz bura qayıdacağıq, detallı baxmırıq. Birazdan qayıdırıq. Pomidorlu, pesto soslu, peynirli kabasa türeği. Sevdi gitti ondur. Deməli gəldik, dincəldik. Yol bizi çox yormuşdu. Ya hava çox istidir, öyrəşməmişik. Belə isti havada gəzməyə yönəltsə bilmirəm. Mənim bu şəhərə ikinci gəlişimdir. Birinci dəfə Layla gəlmişdik. Ən sevdiyim şəhərdir. Yəni indi kimi gördüyüm ən gözəl Avropa şəhəri hesab edirəm mən buranı. İndi əslində biz Ramizlə gəzməliydik. Ramiz dedi ki, yorulmuşam, yatıram, alım yoxdur. Gedəsən gəz. Mən də tək Florensiyanı gəzirəm. Və Florensiyada yerlilər bura Florensiya deyilməyin, ya Floransa, ya Florence deməyini sevmirlər. Yəni Firenze. O ki, siz Florensiya dediniz, onlar heç başa düşməyəcəklər ya da başa düşməməyə özlərini, yəni elə aparırlar ki, başa düşmürlər. Yəni Firenze deyirlər ki, bura Firenzedir. Ponte Vecchio, yəni köhnə körpü, Florensiyanın ən qədim və ən məşhur simvollarından biridir. Bir vaxtlar burada qəssab dükanları fəaliyyət göstərsə də, yaranan qoxuya görə onlar zərgərlərlə əvəz olunub və bugün də körpü qızıl və zinət əşyaları mağazaları ilə tanınır. Körpünün üst hissəsindən Medici ailəsinin küçəyə çıxmadan hərəkət etməsi üçün tikilmiş gizli Vasari dəhlizi keçir. Maraqlıdır ki, 2-ci Dünya müharibəsi zamanı Florensiyadakı digər körpülər dağıdılsa da, Ponte Vecchio salamat qalan yeganə körpü olub. Bugün isə həm tarixi əhəmiyyəti, həm də Arno çayı üzərində yaratdığı möhtəşəm mənzərəsi ilə Florensiyanın ən çox ziyarət edilən və fotoşəkil çəkdirilən məkanlarından biridir. Bir şəhərə ikinci dəfə gəlməyin gözəl yanı bilsiz nədir? Birinci dəfə gələndə çalışırsan, bütün məşhur yerlərə gedəsən, bütün muzeyləri gəzəsən. Yəni elə bir məqsəd qoyursan da qarşıma. İkinci dəfə gələndə əgər həmin yerləri gəzmisənsə, çalışırsan ki, lokal yerləri gəzəsən. Yəni lokal insanların yedikləri yeməkləri yeyəsən, onların getdikləri kafelərə gedəsən, o daha bir ayrı bir vibe'dır. Və keyfinə gəzirsən də. Yəni baxmırsan ki, ay muzeyə gecikdim. Ay o çerti qaçırtdım. Yəni bugün həqiqətən mən onu yaşayıram. Deməli birinci dəfə gələndə mən yenə deyirəm, mənim indi kimi gördüyüm ən gözəl şəhər hesab edirəm. Bəlkə də deyil, amma mənə görə ən gözəl şəhər buradır. Gördüklərim arasında təbii ki. Layla Venesiyanı sevdi İtaliyada, mən yox, mən nəsə Florensiya. Bu dəfə də gəldik, birinci romanı gəzdik, oradan gəldik bura. Ramizin ilk görüşü olaraq, yəni çox da bəyənmədi. Yəni dedi, təriflədiyim yer buradır. O romanı sevdi məsələn, bilmirəm niyə. İndi əsas odur İtaliyada bəyənirik. Əsas odur. Amma həqiqətən, yəni əgər İtaliyaya gəlirsinizsə, mütləq Florensiyanı gəzməlisiniz. Toskana ürəkdir.
Florensiyada ilk gelatomuz. Gelato. Avropada muzey, supermarket gəzəndən sonra ən sevdiyimiz aktivite nədir? Təpəyə qalxmaq. Piazzale Michelangelo, yəni Michelangelo meydanı, Florensiyanı ən gözəl panoramadan izləyə biləcəyiniz məşhur seyir meydançasıdır. Meydan 1869-cu ildə böyük intibah ustası Michelangelo'nun şərəfinə salınıb və burada onun ən məşhur əsərlərinin, o cümlədən David heykəlinin bürünc surətini görmək mümkündür. Buradan Arno çayı, Ponte Vecchio, Brunelleschi'nin məşhur günbəzi və Florensiyanın qırmızı damları bir mənzərədə görünür. Xüsusilə gün batımında həm yerli sakinlər, həm də turistlər burada toplaşaraq şəhərin ən təsirli mənzərəsindən həzz alırlar. Piazzale Michelangelo bugün Florensiyanın ən məşhur foto və gün batımı nöqtəsi hesab olunur. Michelangelo meydanından aşağı enərkən mütləq bu parkda dayanmağı unutmayın. Bura Giardino delle Rose, Florensiyanın məşhur qızıl gül bağıdır. Yüzlərlə qızıl gül növü, sakit atmosfer və şəhərin möhtəşəm panoraması buranı ən sevdiyim yerlərdən birinə çevirdi. Əgər Michelangelo meydanına gəlmisinizsə, bu gizli gözəlliyi də siyahınıza əlavə edin. Florensiyanın küçələrində gəzərkən yerə diqqət edin. Bəzi meydanlarda döşəməyə 12 bürc işarəsi həkk olunub. Bu dekorativ kompozisiyalar orta əsrlərdə astronomiya və astrologiyaya olan marağı xatırladır və şəhərin tarixi memarlığına fərqli bir detal qatır. Florensiyada bir dənə market tapmışıq, qiymətlər şokundayız. Şoklardayız. Şaxırın sudan ucuz olduğu ölkədəyik. Her aşağıdan var. Kampus da var ya. Bəli. Santa Maria del Fiore katedralının günbəzi tikildiyi dövrdə dünyanın ən böyük günbəzi idi. Maraqlısı isə odur ki, Brunelleschi onun necə tikildiyini heç kimə tam izah etməmişdi. Onun istifadə etdiyi bəzi mühəndislik üsulları uzun illər sir olaraq qaldı. Bu gördüğünüz bu maşın əslən Fiat'tır. Sadəcə biz bunu Vaz 2101, Vaz 2111 kimi tanıyırıq. Əslində amma Fiat olur. Sadəcə zavod olur. Patentini alıb, ya necə alıb bilmirəm, amma yeminlə bunu istehsal edib. Bu tipli başqa maşınlar da var. Bu Florensiyanın məşhur Porcellino heykəlidir.
Deyirlər ki, burnunu sığallayıb ağzına qəpik qoysan və qəpik aşağı düşsə, mütləq bir gün yenidən Florensiyaya qayıdacaqsan. Ona görə də burnu illərdir turistlərin toxunuşundan par-par parıldayır. Bəli, yenə Ramiz yuxudan dura bilmədi. Yenə tək düşmüşəm şəhərin canına. Gedirəm qızlar üçün maraqlı bir yerə. Bura Florensiyanın ən məşhur muzeylərindən biri olan Akademiya Qaleridir. Dünyanın hər yerindən insanlar buraya əsasən Michelangelo'nun orijinal David heykəlini görmək üçün gəlirlər. Maraqlısı odur ki, David əvvəlcə Piazza della Signoria meydanında açıq havada dayanırdı. Lakin əsəri yağışdan, küləkdən və zamanın təsirindən qorumaq üçün 1873-cü ildə Akademiya Qaleriya köçürüldü. Üstəlik Michelangelo bu şahəsəri başqa ustaların yararsız hesab etdiyi nəhəng mərmər blokundan cəmi 26 yaşında yaradıb və Davidi Goliatı məğlub etdikdən sonra deyil, döyüşdən bir an əvvəl təsvir edib. Heykəlin üz ifadəsindəki gərginlik və əlindəki sapand da məhz buna görədir. Piazza della Signoria sadəcə bir meydan deyil, həm də Florensiyanın açıq hava heykəltaraşlıq muzeyidir. Loggia dei Lanzi isə əsl açıq hava qalereyasıdır. Burada 100 illərdir qorunan heykəlləri hər kəs tamamilə pulsuz görə bilər. Burada Benvenuto Cellini'nin hazırladığı Persei Medusa'nın başı ilə heykəli yerləşir. Bu əsər xeyrin şər üzərində qələbəsini ifadə edir və intibah dövrünün ən məşhur tunç heykəllərindən sayılır. Sabin qadınlarının qaçırılması əsəri cəmi bir mərmər blokundan hazırlanıb və kompozisiyasına görə heykəltaraşlığın şah əsərlərindən hesab olunur. Maraqlıdır ki, burada gördüyünüz əsərlərin çoxunu heç bir muzey bileti almadan yaxından izləmək mümkündür. Piazza della Signoria meydanına baxan möhtəşəm bina Palazzo Vecchio, yəni Florensiyanın tarixi bələdiyyə sarayıdır. 13-cü əsrin sonunda tikilən bu bina əsrlər boyu şəhərin siyasi idarəetmə mərkəzi olub və bu gün də Florensiya bələdiyyəsinin qərargahı kimi fəaliyyət göstərir. Qülləsinin hündürlüyü təxminən 94 metrdir və şəhərin ən tanınan simvollarından biridir. Maraqlıdır ki, Medici ailəsi bir vaxtlar məhz burada yaşayıb. Sonradan onlar Pitti sarayına köçsələr də, Palazzo Vecchio Florensiyanın hakimiyyət və güc rəmzi olaraq qalmağa davam edib. Paninimizi də aldıq. Florensiyanın məşhur panini cisindən. Yeah. Ramiz yemək yiyəndə keyfinin kök olmağı. Deməli, Florensiyaya gələnlər bilirlər ki, Florensiyada
gizli pəncərələr var, hansı ki orada qapını döyürsüz, daha doğrusu pəncərəni döyürsüz və sizə şərab verir. Əslində nədir o? Vaxtilə vəba xəstəliyi falan olan dövrlərdə Florensiya yaşayan yerli əhali, yəni təmas olmasın deyə elə alış-veriş edirdilər, elə alırdılar. Adət-ənənəni qorumaq üçün indi onu kommersiya, yəni turistik bir şey çeviriblər. Hətta afaqata da olur orada. Yəni indi aperol da satırlar, afaqata da olur. İndi gedək görək qabağımıza nə çıxacaq. Birini tapdıq, amma qondarma idi, tarixi deyildi. İndi gedək tarixini axtarmağa. Florensiya o qədər sənət əsəri ilə zəngindir ki, burada hətta Stendhal sindromu adlanan bir fenomen müşahidə olunub. İnsanlar çoxlu möhtəşəm sənət əsərlərini qısa müddətdə gördükdə baş gicəllənmə, ürək döyünmə və güclü emosional həyəcan hiss edə bilirlər. Bu sindrom adını 1817-ci ildə Florensiya səfər edən fransız yazıçısı Stendhal'dan alıb. Deməli, Florensiya haqqında həmişə deyirlər ki, açıq hava muzeyidir. Amma mən açıq hava muzeyindən əlavə həm də açıq hava alış-veriş mərkəzidir. O qədər gözəl vitrinlər var. Bu arxadakı mağazaymış. Florensiyanın ən sevdiyim tərəflərindən biri də küçələrdəki ab-havadır. Axşam saatlarında şəhərin əsas meydanları canlı musiqi ilə dolur. Peşəkar musiqiçilər klassik əsərlərdən tutmuş, məşhur hitlərə qədər müxtəlif repertuar təqdim edirlər və bu da şəhərə tam fərqli bir ruh qatır. Elə olur ki, sadəcə gəzməyə çıxırsan, amma küçədə eşitdiyin musiqiyə görə dayanıb uzun müddət dinləyirsən. Məhz bu atmosfer Florensiyanı mənim üçün daha da unudulmaz edir. İki günlük Florensiya səfərimiz sona çatır. Sabah yeni şəhərə yol alırıq. Hara olduğunu deməyəcəm, sürpriz olsun. Florensiya hələlik deyirik. Nə vaxtsa geri qayıtmaq ümidi ilə.